Cəhənnəmə çevirdi deyərkən mən anlamadım. Rusiya cənnət idi əvvəl. Hələ Sergey Yesenin yazmışdı ki, Россия – это не рай, а ад. И мечты, и желания тут скачут не в попад. Və Rusiyanın cəhənnəmə çevrilməsi çox maraqlıdır. Onda inkir-minkir də olmalıdır, orada cəzalılar da olmalıdır. Mən düşünmürəm Rusiya əvvəl cənnət olur. Mən Dugin olsam deyərəm, bəli, 4-cü Romadır, bu Razimyol, Valhalladır deyə bilərəm, Hiperbaret, amma belə deyil. Gəlin reallığa qayıdaq və Rusiyanı nə cənnət sayaq, nə cəhənnəm. Rusiya Rusiyadır. Cəhənnəmin tizeri və treyleri sayıla bilər. Çünki Rusiyada yaşayanlar cəhənnəmdən məncə qorxurlar. Niyə qorxmalıdırlar ki? Cəhənnəmdə mümkün olan bütün problemləri onlar artıq real həyatda yaşayıblar. Demo versiyasını yaşayırlar. Beləliklə, poetikadan gələk reallığa. Birinci sual. Bilirəm ki, soruşacaqsınız. Rusiya niyə Wildberries vurur? Niyə məhz onu vurur? Ukrayna. Bu sualı Rusiya vurur, özü-özünü vurur Ukrayna vasitəsilə, indi ona gələcək. Ukraynanın Wildberries-ə hədəf seçməsinin əsas səbəbi hədəfin sadəliyi və asanlığıdır. İngilis dilində hərfi tərcüməsi, meşədə bitən belə meyvələr, Wildberries olan bu şirkət Tatyana Kimə sənəd üzərində məxsusdur. Amma bu şirkətin əsas sahibləri Vladimir Putinin ailəsi, qızlarıdır. Və əvvəllər Neşekonombank, indi isə dövlət korporasiyası Web adlanan şirkət vasitəsilə, bank aglomerasiyası vasitəsilə maliyyələşdirilir. Və özünün hətta marketplace olsa da özünün bank xidməti və bank strukturu var. Wildberries-in vurulmasının səbəbi budur ki, Ukraynanın Rusiya ərazisində hədəfləri seçməsində birinci növbədə istifadə etdiyi ABŞ-ın Palantir şirkətinin istehsalı olan Moven süni intellektidir. Moven süni intellektinin məhz bunun sayəsində Ukrayna dronları Rusiyanın dərinliklərinə zərbə endirir. Çünki həmən süni intellekt Rusiyanın hava hücumundan müdafiə sistemlərinin harada yerləşdiyini seçir. ABŞ, Britaniya, Fransa, İtaliya, İsrail və digər ölkələrdən alınan kəşfiyyat məlumatlarını toplayır və məhz bunun sayəsində Rusiyanın hava hücumundan müdafiə sistemlərini aşaraq onların vura bilmədiyi marşrutlarla hədəfə doğru gedirlər. Rusiyanın ərazisi çox böyükdür. Rusiya Federasiyasının hakimiyyəti heç bir halda bütün Rusiyanı hava hücumundan müdafiə vasitələrlə təmin edə bilməz. Wildberries vurulmağa çox asan bir hədəfdir. Birincisi, orada çox asanlıqla yanan, alovlanan və kül olan məhsullar var. İkincisi, ambarlar çox pis şəkildə hava hücumundan müdafiə vasitələrindən qorunur. Üçüncüsü, bu sosial media və ümumiyyətlə media, sosial baxımdan çox ciddi bir effekt yaradır. Dördüncüsü, Wildberries vasitəsilə Rusiya iqtisadiyyatına artıq 800 milyard rubl ziyan vurulub. Həmən ambarların yanması nəticəsində. Və bu Rusiya iqtisadiyyatını çöktürən amillərdən biridir. Rusiya iqtisadiyyatı demişkən ikinci sual yaranır. Bu müharibə nə qədər davam edəcək? Hər iki tərəf 10 il ərzində müharibə aparmağa hazırdırlar. Ukraynada, Rusiyada. Və bu müharibə bundan sonra 10 ildə davam edə bilər. Fəqət Ukraynadan fərqli olaraq Rusiya iqtisadi maliyyə, banking baxımından, texnoloji baxımından daha tez çökəcək. Bəli, Çin yardım edir Rusiya, bəli, İran yardım edir Rusiya. Lakin Ukraynaya edilən yardımların müqayisəsində bu yardımlar çox azdır. Ukraynanın demək olar sənaye infrastrukturu darmadağın edilib. Wildberries-ə edilən zərbələrdən sonra Rusiya adekvat cavab qismində Ukraynanın Ukrpoçta, Ukraynanın ən böyük özəl kommersiya çatdırma və kargo şirkətidir. Həmçinin yanacaq doldurma stansiyalarını məhv etdi. İndi isə Rusiya Ukrayna ərazisində taxıl elevatorlarını, fabrikləri, zavodları vurmaqla məşğuldur. Amma buna rəğmən Ukrayna hər il müharibəyə 90 milyard dollar ayırmaq gücündədir. Təbii Ukraynanın bu pulu yoxdur. Ukrayna bu pulu qərbdən alır.